Ya sual ortaya çıxır. Sual ortaya çıxır. Ərəblərin haqqı üçün, Ərəblərin haqqı üçün savaşan və bizim Türkün, İngilisin haqqı, Fransızın haqqı üçün savaşmadı ki, İmam Hüseyin. Yoxsa dünyaya nəsə gətirmək istəyirdi. Yox. Sadəcə ərəblərin əzilən haqqı üçün İmam Hüseyin deyilən şəxs özünü ölümə atır. Və dəyərli vətənlərim, Azərbaycanda ən çox qoyulan adlar Hüseyn adlarıdır. Eləcə də Məhəmməd Peyğəmbər. Və sual ortaya çıxır. Bizim namusumuz üçün, şərəfimiz üçün canını vətən yolunda qurban verən generalımız Poladın adı niyə qoyulmur uşaqlara? Yeni doğulan uşaqlara niyə İmam Hüseyin, həm Hüseyin, Həsən, Ağa, nə bilim, Qacar, nələr qoyulur da bu Məhəmməd, Musa. Bunlar hamısı dini adlardır. Sual verirəm ki sizə. Bu ərəbin namusu üçün, ərəbin torpağı üçün ölən, öldürülən şəxslərdir. Niyə öz qəhrəmanlarınızın adını vermirsiniz? Ha? Allah verdi qoyun da, Bağırov. Nə Albert qoyun, nə bilim Polad qoyun, Raquf qoyun, Pəncəli qoyun, nə bilim. Ha? Qoyun da qəhrəmanlarımızın adını qoyun da.